Ay salam, hər vaxtınız xeyir olsun. Mən belə bir şey demək istəyirəm. Bu dəlxanadır, nədir, mən başım çıxmır. Bu Şahmar Salman YouTube kanalının, Şaho kanalının izləyiciləri də belə deyək də. Və izləyicilər, daimi izləyicilərimiz, bəyənənlərə heç bir sözüm yoxdur. Bir utanın, ölün, abırınız yerə girsin. İzləyirsiniz videoyu, xain yığını xainlər, paxıl yığını paxıllar. Təsəvvür edin, baxın da görürsünüz da gördüyünüz kimi. Təsəvvür edin, bir saata 500 nə qədər baxış yığır, bəyənən yox, 0. 3 saat nə qədər dəqiqəyə 800 nə qədər baxış var, hələ ki 0-dır. Təpənizə daş düşsün. Nə vermişəm sizə? Ne eləmişəm? Bəyənin də, niyə bəyənmirsiniz? Heç bəyənən gününüz olmasın. Allah versin, program var, bir şey var. Proqramdan vuracaq, baxış, bəyəni vuracaq, gedəcəkdir. Adamlığınız olsun, mənliyiniz olsun. Nə vermişəm? Bəyənin də, zövqə uyğundur da, düğündəndir. Bolqaristanda yaşayan Türkiye Türkləri, Azərbaycan Türkləridir. Türk qardaşlarımızdır. Düyündən göndəriblər. Yəni toydan göndəriblər, belə deyək. İndi Türkiyədəkilər, Bolqaristandakılar düğün deyirlər də belə. Sağ olsun, memo göndəribdir, memo. Memonun ağlı sizin ağlınızdan yüksək, daim o videoya baxıb bəyənməyənlər, 0 qoyanlar. 0 gündə olasınız görüm hamınız. O kimlər ki baxıb videoya bəyənməyə belə həmişə 0 gündə olun. Yekə adamlarsınız bəstirindən ha. Bundan olun, bax bundan. Bəyənməyənlər. Adamlığınız olsun, mənliyiniz olsun, şərəfiniz olsun, ləyaqətiniz olsun. Buna baxırsınız da. Bəyənin də, kanala abunə olun da, biz də ürəklənək nəsə eləyə biləkdən ha. Sağ olsun, biri məsəl üçün Almaniyadan göndərir, biri Portuqaliyadan göndərir, biri Bolqaristandan göndərir, biri Türkiyədən göndərir, biri Rusiyadan göndərir, biri Qazaxıstandan göndərir, məsəl üçün biri Gürcüstandan göndərir, biri Azərbaycanımızın özündən göndərir. Göndərir ki, paylaşaq, sizlər də baxın, bir zövqə uyğun, bir nəysə bir maraqlı bir şey alındıraq da. Dəli siz gedin dəlxanada oturun. Videoyu bəyənmirsiniz. Bu nə hərəkətdir? Olmaz belə. Bəyənirsiniz. Eminim bu videonu da bəyənirsiniz. Bu videonu da bəyənirsiniz. Bundan sonra paylaşdığım shorts videoları da bəyənirsiniz. Bəyənməyən baxmasın. Belə ki baxmırsınız, 0-da qalıbdır. Nə də bəstirində nə yekə adamlarsınız. Əsəbləşirəm, Allah'ın da olsun. Bəyənənlər sağ olsunlar, var olsunlar. Allah canlarına sağlıq versin. Haqlarını halal etsinlər. İndi belə deyək də Rusiyadan baxanları qınamıram. İndi o Rusiyadan baxanlar məsəl üçün belə deyək də onlar VPN ilə qoşulurlar, onları qınamıram. Belə deyək də like-ləri düşmür da, belə deyək. Bəyəniləri düşmür. Rusiyadan baxanlar, İrandan baxanlar belə deyək də bəyəniləri düşmür. Onlara heç bir sözüm yoxdur. Həqiqətən də Allah'ın da olsun. İndi Allah yaxşıları hamısını hörmətli, izzətli eləsin. Ancaq bu heç olmasa bir 5 dənə, 3 dənə bəyəni olaydı da, like olaydı. Vallahi adam belə baxırsan deyirsən, bu dəlidir. Bu görürsünüz də, özünüz görürsünüz də, ekranda görürsünüz. Yekə adamlarsınız, olmaz belə. Nəysə, bəyənin. Qoy auditoriyamız böyük olsun, günü-gündən böyüyəyin. Auditoriyamız böyüyəndən sonra məni əsəbləşdirməyin. Məni əsəbləşdirməyin. Elə bir video çəkərəm ki, trend ola. Belə deyək də, trend olmasa da YouTube kəşfətində olaraq. Məni əsəbləşdirməyin, məni hirsləndirməyin. Belə də olmaz. Kişi kimi həyat yaşayalım. Var olun. Allah yaxşıların başınıza eləsin. Bir daha Rusiyada bizi izləyən dəyərli, hörmətli qardaş bacılarımızı salamlayıram. Düzdür, onların bəyənləri düşmür, onu bilirəm də, indi onları qınamıram.
Amma bizim özümüzünkülər Azərbaycandan, Avropadan, Türkiyədən, nə oradan buradan, Gürcüstandan, oradan buradan baxanlar, belə deyək, Özbəkistandan, Qazaxıstandan baxanlar, bəyənin də Avropadan, Amerikadan, dünyanın hər bir yanından baxanlar, VPN-lə qoşulmayanlar, like-ləri düşür, bəyəniləri düşür. Bir sözlə ki, bəyənəsiz. Yaxşı, bəyənməyən baxmasın. Mən abunəliyimdən çıxsınlar.